İndi isə komandamızın baş məşqçisi Nahid Salmanov yanımızdadır. İstəyərdik ona bir neçə sualımızı ünvanlayaq. Nahid müəllim, oyunla bağlı ilk öncə fikirlərinizi bilmək istəyərdik. Oyun şükür Allah olsun ki nəzarətimiz altında keçdi. Oyun ərzində bəzi boşluqlar buraxsaq da uşaqlar çox sağ olsunlar ki boşluqları sonradan doldura bildilər. Bir sözlə şükür Allah ki oyun istədiyimiz şəkildə, istədiyimiz formada davam elədi. Növbəti sualımı verim Nahid müəllim. Yeni oyuncularımız var idi komandamıza cəlb olunan. Onlara da bir neçə şans veririz. Həm SC-də oynayanlar oldu, həm də sonradan oyuna buraxdığınız oyuncular oldu. Onlarla bağlı fikirləriniz çox maraqlıdır. Bəli, qış fasiləsi vaxtında bir neçə transfer eləmişdik. Oyun vaxtı istirdi, onları yoxlayaq. Bu oyunda da özlərini tam şəkildə doğrultdular. Bir neçə boşluqlarımız vardı ki, o yerlərə oyuncu cəlb eləmişdik. Onlar da bugün öz işinin ötəsindən tam şəkildə gəldilər. Biləsi var oyununda etdiyimiz səhvləri çalışdıq ki, bu oyunda etmədik. Şükür Allah ki, Lənkərana 3 xalla dönürük. Sizin vasitənizlə də Lənkəran komandasının azərkeşlərini təbrik edirəm, komandanın rəhbərliklərini təbrik edirəm. Pərviz müəllim, Buqar müəllim, siz də çox sağ olun, gəlirsiniz oyunumuzu tamaşaçılara ekran vasitəsilə göstərirsiniz. Çox sağ olun, şükür Allah ki, qələbəni Allah bizlərə nəsib edir. Nahid müəllim, xüsusən də bir oyuncu ilə bağlı sual vermək istəyirdim. Bugün komandamıza yeni cəlb olunsalar, birbaşa o ilk heyətdə əsas 11 ilə ona oyuna buraxdı. Zaman Mirzəzadə Xəzərdən Kananın getirməsi olan Zaman Mirzəzadə və çox yaxşı təsir bağışladı. Onunla bağlı fikirlərinizi bilmək istəyərdik. Bəli, düz vurğulayırsınız. Zaman futbol məktəbi keçmiş bir oyuncudur. Komandamızın rəhbərliyinə də təşəkkür edirəm ki, onu komandamıza cəlb eləyə bildi. Zaman bir çox mövqelərdə oynaya bilən oyuncudur. Bugün müdafiəçi mövqeyində oynadı və biz komandanın məşqçiləri kimi ondan razı qaldıq və Cahangirli Elvin də komandamıza yeni cəlb eləmişdik. Oyunda start heyətdə oyuna davam elədi. Cəlb elədiyimiz oyunculardan bir sözlə razı qaldıq. Yenə də davam eləyirik, yenə də irəli gedirik, yenə də məşqlərimizi artırırıq, yenə də işləyib komandanı daha yüksək bir səviyyəyə gətirmək istəyirik. Bir yerdə bunu eləyirik. Çox sağ olun Nahid müəllim. Fikirlərinizi görə minnətdaram. Növbəti oyunlarda uğurlar arzulayırıq sizə. Siz də sağ olun. Sağ olun.